Buradasınız dostlar. Yani, everyone. Yani bu imin o məqamda yəni məsələ budur ki, ən maraqlı yerində mən deyirəm ki, desəm filan kəssən əlindən aldılar, dan zoom bağlanır. Nə qədər gülmüşəm. Deyirəm indi millət də baxır orada, hamı diqqətlə baxır, bam. Getdi. Bax belə də olur, inanırsınız. Ya bu artıq neçənci dəfədir bizim dərslərimizdə biz hansısa mövzudan danışanda o mövzuya uyğun nəsə baş verir, istər nə bilim saat 11-11-i göstərir, ya nəsə bu qurtarır. Bax necə belə işləyir, başa düşün. Həqiqətən də belə var. Ay səni. Deməli, Nənəli müəllim donandan sonraki yazılanlardan yaxşı video tekst çıxardı. Bu heç nə. Davam eləyək, davam eləyək. Çox maraqlıdır həmişə. Mənə ona görə belə həyat həmişə elə maraqlı gəlir ki. Yox, maraqlı mövzu yerindədir. Davam eləyək. Həmin bu ki, mən adlandırıram ha özümü, professiyam nədir? Bu əslində o deməkdir ki, mən özümü çərçivəyə salıram. Bu arada nəsə bizim providerdə nəsə oldu, problem oldu. Nə üçün internetə girmirəm da telefonun paketi ilə bağladım. Yəni ki, normal gəlir indi görüntü səsim, problem olmaz. Əla, əla, davam edək. Deməli, əgər mən deyirəmsə, plan professiyanın sahibiyəm, o deməkdir ki, mən artıq o dərəcədə belə ağıllı bir insanam ki, hə, mən şairəm. Yox. Şairlik və yaxud da ki, digər bir bacarıq. Ona görə də uğurlu insanlara baxın, yəni top milyarderlərə baxın, Elon Musk olsun, Bernard Arnault olsun, Larry Ellison olsun, Sergey Brin olsun, Google yiyəsi. Google deyil də, görürsünüz ki, nə qədər istiqamətlər var, nə bilim, Google Docs olsun, Google Maps olsun, Gmail olsun, YouTube olsun, Google özü olsun, kalendar olsun, nə bilim, Meetup olsun, sonu yoxdur. Nə qədər ki, sən özünü qısıtlamadın, nə qədər ki, açıq icazə verdin özünə bütün professiyalara, bir o qədər sənin uğur qazanmaq şansın böyükdür. Sən nə qədər ki, desən mən şairim, şair mən simvolik deyirəm də, yəni şairi olmasın, mən şair olsun, çilingər. Bu o deməkdir, sən özünü qısıtlayırsan, sən özünü sərhədlərə salırsan. Bəlkə sənə, belə deyim, böyük bir avtoservisin yiyəsi olmağa gətirib çıxaracaqlar. Və sən buna görə hal-hazırda çilingərliyi öyrənməlisən ki, sabah üçün sən o çilingərlər, belə deyim də, aldada bilməsinlər səni. Həmin o rəngsaz aldada bilməsin səni deyənə, sən bu dəqiqə rəngsazsan. Sən həmişə deməlisən ki, mən əla rəngsazam və sən leveli orada saxlayırsan və ondan irəli gedə bilməyəcəksən. Və əksər hallarda ona görə görürsən, məsələn, hansısa bir rəngsazdır, ağlayır ki, müştərim yoxdur və yaxud hansısa bir şair şikayətlənir ki, ilham gəlmir, hansısa bir, nə bilim, rəssamdır, bir dilxor oturub ki, bilmirəm nə çəkim. Çünki o özünə deyir, mən rəssamam. Bu çox maraqlı bir məqamdır. Həqiqətən də bu belədir ki də var. Mən özüm bunu qəbul eləməyim kifayət qədər çox vaxt aldı. Çünki mən özümə deyirdim ki, mən biznesmenəm, mən nə qədər bu sözü deyirdim, bir o qədər belə ürəyim, yəni elə bir məqamlara gəlib çatırdı ki, vəziyyət. Məndən soruşurdular, sən kimsən? Mən o sözü deyirdim, artıq elə bir məqamlar yaradırdı ki, heç kim məndən maraqlanmırdı. Təzədən nəzər işlər yaxşı gəlirdi, mənlə maraqlanan kimsən, biznesmenəm, təzədən işləri. Bu bir növ belə bir dalğaya bənzəyir. Biz nə qədər ki, biz artıq özümüz, məsələn, Elon Musk'dan gəlib soruşsa, sən kimsən? Ya Bill Gates'dən soruşsa, sən kimsən? Və yaxud da ki, nə bilim, başqa bir böyük imkanları olan insanlardan soruşsa, onlar bunu başa düşürlər. Onlar buna riayət edirlər. Və bunlar o qədər işlərini artıq böyüdürlər ki, bəlkə elə bir şirkətin tərkibində nə qədər işlə məşğul olmalı, qaldı ki, sənin 2-3 dənə brendin varsa. Həmin bu professiya niyə danışırıq biz? Yadıma salım. Çünki biz özümüzə yatırım etməmişik. Biz ancaq ətrafda sevgisizlik qorxusundan danışırdıq. Ətrafa yatırım etmişik, yəni özümüzdən həzz almırıq. Özümüzə də yalnız və yalnız xoşbəxt olmağı, bərk olmağı, seçim edə bilən olmağı
şəraitini yaratmaq üçün maksimal dərəcədə açıq saxlamalıyıq bu klapanlarımızı biz yeni gələn informasiyalara, seçməliyik arasında hansısa ki, bizi xəstələndirə bilər, xəstələndirək yox. Bunlar üzərindən biz artıq yatırımları etməli yalnız özümüzə, qarşı tərəfə yox. Bizə yaxşı olsa, ətrafa zaten yaxşı olacaq. Ailə üzvlərinə zaten yaxşı olacaq. Ailə üzünə görə mən hərəkət eləsəm, yalnız ona yaxşı olacaq, mən özümü unutmuş olacağam. Müəyyən bir müddət sonra zaten prosedur məni ilgiləndirəcək. İşimdən də, vəziyyətimdən də dilxor olacaq. Bu sevgidə sevgisizlik qorxusundan olan söhbətimiz idi. Sonra gəlir bundan sonra daha çox pul ilə əlaqəli. Nəyə görə məsələn deyə bilərsiniz sevgisizlik qorxusu pula dəxli var? Çünki biz yaşayıb yaradırıq. Bizim pulumuzu daha çox edər bizə qarşı olan yaxşı münasibət ki, biz artıq rahat yenidən yata bilərik, yeməkdən yenidən həzz ala bilərik. Daha çox işləmə həvəsimiz olsun. Əgər hansısa bir münasibət məni şübhələr altında, məni qorxular altında, məni qısqanclıqlar altında yaşadacaqsa, mən tutam ki, belə belə deyək də, günün 8 saatını işləyirəm, 4 saatın, 5 saatında oyaq olacam, həmin o 4-5 saatı gəlib bu axmaq şeylərə vaxt xərcləməyimə gətirib çıxardacaq ki, sabahçı gündə o keyf əhvalla, o ruhiyyə ilə həmin bu münasibətlərim, sevgisizlik qorxusu üzərindən gələn münasibətlərimin nəticəsi formalaşdırdığı aspektlərlə mən 2 qat artıq rezultat göstərə bilməyəcəm işdə. Mən artıq müştəri ilə də yaxşı danışa bilməyəcəm və mən artıq nə bilim öz işçilərimlə də gözəl münasibət qura bilməyəcəm. Çünki mənim fikrimiz bu dəqiqə işdə olmayacaq. Mənim fikrim bu dəqiqə olacaq, bu filan kəs harda nə edir orada. Çünki mən ona yatırım eləmişəm. Çünki mən onu dəyişmişəm. Çünki mən ona investisiya etmişəm. Çünki mən şuuraltı olaraq qorxuram ki, mənim investisiyam bata bilər. Və sadəcə olaraq mən başa düşməliyəm ki, mən uduzmuşam. Bu yanlış investisiyadır. Necə ki, gedib bir şirkətin hissəsini alarsan, bu uğursuz oldu da sənin üçün. Batdı bu şirkət, amma ki sən zato öyrəndin, birjaya necə getmək olar, broker nədir, bank hesabı nədir, dividenddən vergi nədir, necə bir pay hissəsi ala bilərsən, necə onu sata bilərsən, necə kriptovalutaya çöndərə bilərsən, necə ümumiyyətlə başqa bir kapitala çöndərə bilərsən. Bu bucaq altında baxsan, görürsən ki, sən uduzmamısan. Sən prosesi öyrənmək üçün sadəcə o pulu verdin. O pul, hə, bu qədər məbləğ idi, amma sənə nələr öyrətdi? Bu bucaq altında da münasibətə baxsan, hə, mən uduzmamışam əslində, sadəcə mən artıq bilirəm mənə necə qadın lazımdır, mənə necə kişi lazımdır, mənə necə partnyor lazımdır, mənə necə iş yoldaşı lazımdır, mənə necə çiynimi söykədəcək bir silahdaş lazımdır, sirdaş lazımdır, nə bilim, ümid edirəm izah eləyə bildim. Heç vaxt insan uduzmur, yadda saxlayın. Uduzmaq anlayışı bizim sadəcə o situasiyaya yanaşdığımız bucaqdır. Eyni bir situasiyanı, baxış bucağımızı dəyişməklə biz qələbəyə çöndərə bilirik. İstər bu döyülmək olsun, istər bu pul miqdarında uduzmaq olsun, istər bu hansısa bir yarışda uduzmaq olsun, istər bu hansısa bir, nə bilim, biznesin alınmamaq olsun, fərqi yoxdur. Nə başa düşdünüz necə? Sevgisizlik qorxusu nəyə gətirib çıxardır? Çünki sevgisizlik, qarşı tərəfin mənə olan sevgisi bir də itər, mən neyniyərəm? O qorxudur. Hansı ki, özümə investisiya etmişəm. Görürsünüz, necə dərinlikdə nəyə bağlıdır bu? İnternet yenə gedib deyirsən yazmışsınız, amma məncə getməməlidir. Burada baxım mən. Telefondan baxım. İnternet orada bu modemdə düzəlib. Hə, yox, ola yenə tullasın, yenə qoşulum. Gəlir indi səsim. Səməd olsa yazın, hə, gəlir, yazınız gəlir. Düzəldi mi əsas odur? Onurdusa da, kimdəsə. Əla. Növbəti qorxular bizim pulumuza təsir edəcək, əlaqəlidir ölümlə, ölüm qorxusu. Bu gün sabah öləcəm, mən
uşaqlara nəsə qoyum, ya nə bilim, nəvələrimə nəsə qoyum. Bu nəsə onlara qoyum və ölümə hazırlaşmaq bu metodika. Bu öz-özlüyündə yanlış metodikadır. Bir, sizin və yaxud da qeyri-birisinin zəmanəti yoxdur ki, bir dəqiqədən sonra öləcək, yoxsa yox. Və bunu başa düşmək lazımdır. İki, anlamaq lazımdır ki, ölüm son deyil. Ölüm keçiddir. Bunu beynimizə yeritməliyik. Bunu qulağımızdan sığır edib asmalıyıq. Ölüm keçiddir. Biz bu dəfəki periodu düzgün yaşaya bilməsək, yenə də həmin o periodda etməli olduğumuz tapşırıqlar üzrə başqa bədəndə, başqa ailədə, başqa belə deyim, koordinatlarda yenə gələcəyik həyata, ta ki o dərsi biz öyrənənə kimi. Fərqi yoxdur. Yəni istər buna inanın, istər inanmayın. Yəni mən buna inanmıram, mən bunu bilirəm. Yəni ki, bunu meditasiya ilə də anlamaq olur, bunu artıq həyatın gedişatı ilə də anlamaq olur, planetar enerji ilə də anlamaq olur. Sən bunu görürsən. Ümumiyyətlə inanmaq və bilmək arasında çox böyük bir fərq var. Mənə məsələn əksər hallarda o bəzi məclislərdə oturanda belə söhbət edəndə ruhaniyyatdan biz bu dəfə məsələn dərsimiz daha çox psixoloji əngəllərlə əlaqəlidir. Bunların hamısı mən bilirəm ruhaniyyatdan, məsələn, insan ruhunun öyrənilməsindən, dinlərdən. Çoxsu mənə sual verir. Allaha inanırsan, deyirəm xeyr. Belə matqallar da birinci, xoşum gəlir həmin momentdə. Matqal, necə inanmırsan? Deyirəm, mən inanmıram, mən bilirəm ki, o var. Yəni, inanmaq başqa şey. İnanmaq sən isbatın olmayan bir şeyə inana bilərsən. Sən uğurlu olmağın bu dəqiqə əldə edilməyibdir. Sən ona inanıb gedib çata bilərsən. Və bu dəqiqədə ona inanıb bilməlisən ki, uğurlusan. Bütün işin də incəliyi gələcəkdə ona çatacam. Yox, hər dərsimizdə bunu təkrar. İndidə artıq qəbul etmək lazımdır ki, mən uğurluyam. İndidəki uğurlu olan varianta inanmaq lazımdır ki, həmin o indidə səndən gedən enerjilər, səndən gedən mental yatırım formalaşdırsın sənin sabahını, bürsünü ki, orada sən artıq uğurlusan. Mən gələcəkdə uğurlu olacam düşüncəsinə yaşayanda bu sənin indiki vəziyyətinə uğursuz olmağından xəbər verir ki, bu da çox çaşdırıcı bir məqamdır. Bir çox təlimlərdə gələcəyə inan metodikasına gedir. Bu yanlışdır, olmaz belə demək. Sən indidə artıq uğurlu olunmu qəbul etməlisən. Gələ yaradana. Mən bilirəm ki, o var. Yəni, bu nəyə gətirəm sözümü? Bilmək və inanmaq arasında belə bir fərq var. Yəni, inanmaq ki, bu həyat elə budur, buna inananlar. Bu həyatı bilməyənlərdir. Bu həyatı bilməyənlər, başa düşməyənlər, bu strukturu anlamayanlar, yaradan bu möcüzəsində nəcib bir yol aldığını tuta bilməyənlər, günahlandırmaq da olmaz onlara, qınamaq da olmaz, tənqid etmək də olmaz. Mən heç kim tənqid etməz, sadəcə olaraq bölürəm də, bilənlər var, bilməyənlər var, inananlar var, inanmayanlar var, onlar vəbşi ayrı bir kinodur. Onlarla vəbşi bizim əlaqəmiz yoxdur, kim deyib, vəbşi inanmıram mən, ateistlər falan. Bunlar vəbşi yuxuda olanlardır. Nəysə, bu bilənlər başa düşür ki, həyat sonsuzdur, ömürdür qısa. Bu qısa ömür ərzində, bu gördüyünüz ətraf mühitdə hər şey ibarətdir iki elementdən, yadda saxlayın. Materiya və enerji. Bütün istər bədəni götürün, istər mənim arxamdakı balışları götürün, istər bu kompüterin web kamerasını götürün. Bu materiya və enerjidən ibarət olan, əmələ gələn varlıqlardır. Başa düşürsünüz? İnsan bədəni materiyadır. Həmin o bədəni hal-hazırda idarə edən, məni burada danışdıran, sizi qulaq asdıran, sizin hərəkətinizi formalaşdıran, düşüncənizi idarə edən ruhdur, enerjidir. Materiya və enerji. Və biz elementar fizika dərslərindən bilirik ki, məktəbdə keçirilən elementar fizika dərslərindən bilirik ki, enerji heç vaxt, bax, mən sizə elmi dildə izah edirəm bunu. Enerji heç vaxt məhv ola bilməz. Enerji yalnız və yalnız transformasiya ola bilər. İstilik enerjisi gəlir, transformasiya edilir, başqa bir enerjiyə çönür. Məsələn, nə bilim, buxar enerjisidir.
Qaynadılar suyu və istiliyi verdilər, həmin o istilik. İstilik suya dəydi, çöndə oldu buxar, transformasiya elədi enerji. Həmin o buxar paravozun motorundan çıxdı, təkərlərini əmələ gətirdi. Transformasiya etdi o təkərə o enerji. O təkər fırlatdı, sizi gətirdi bir B məntəqəsinə, A məntəqəsindən. Bu enerji gətirdi sizi B məntəqəsinə. Siz düşdünüz orada, getdiniz poçta. Görürsünüz, o enerjini götürdünüz, getdiniz poçta məktub verdiniz. O poçtdakı gəldi, o məktuba keçdi o enerji. O məktubu göndərdi kimsə. Yəni, görün, hardan, bir alovdan çıxan enerji hara gəldi, çıxdı. İzah eləyə bildim bunu? Yəni, enerji transformasiya edir. Su buxarlana bilər, nəsə yanıb dumana çönə bilər, o duman atmosferə qarışa bilər, o atmosferdansa buludla qarışıb digər tərəfdən damcı ilə düşə bilər, o damcı bizim suya daxil ola bilər, onu biz içə bilərik, təbiətə təzədən verə bilərik, ifraz edə bilərik. Yəni, cürəbəcür yollarla transformasiya edilir bu. Transformasiya sözü də astrologiyanı götürsək, Pluton planeti də əqrəb ölümlər deməkdir. Nədirsə belə qəribə səslənsə də, yəni görürsünüz, yəni burada təsadüf yoxdur. Buradan belə başa düşmək olur ki, ruh axı enerjidir. Ruh məhv edilə bilməz. Bax, mən bu sırf elmi cəhətdən deyirəm, həyat nəyə görə sonsuzdur. Necə ki, ruh məhv edilə bilməz, yalnız materiya məhv ola bilir. Başa düşürsünüz? Necə ki, bədən məhv ola bilər burada, bu dəfəki paltar, bu skafandrdır, bu məhv ola bilər. Amma bu ruh transformasiya edəcək. Yəni ki, yolu davam edir. Bu səbəbdən dolayı ölüm son deyil. Cənnət və cəhənnəm indidədir, bizim içimizdədir. Mələk də, şeytan da mənəm, mənim içimdədir, mənim seçimimdir. Eyni bir parkda bir bomş yata bilər, ətrafı söyə-söyə, nifrət eləyərək ki, bu nə həyat. Həmin parka keyf və əhvalı yüksək bir insan girə bilər, deyə bilər, nə gözəl çiçəklərdir. Hər ikisi də o parkdadır. Amma biri ətrafı söyür, biri həyatdan əzz alır. Məsələ parkda deyil, məsələ bizim seçimdədir. Eyni ilə həmin o transformasiya prosesi baş verir deyənə, ruh enerjidir deyənə, ruh bu perioddan çıxıb digər bir perioda, digər bir aspektə daxil olaraq formasını dəyişə bilər. Yenə də kontrol həmin o ruhdadır. Sadəcə olaraq bu dəfə artıq bu bədəndə deyil, həm daha üstün səviyyə bədəndədir, daha başqa bir planetdədir, daha başqa bir həyat növündədir, artıq nədirsə orada. Yəni, mən bilmirəm orada nə olacaq, amma mən bilirəm ki, o son olmayacaq. 100%. O davamiyyətdir. Bir növ necə ki, sinifdən sinifə sən keçərsən, həmin bu siniflərin keçməyidir. Sən axırda müəllim ola bilirsən, məktəbin direktoru ola bilirsən, nazir ola bilirsən. Yenə də bu sonsuzluq gedir yenə də. Yəni, bunu başa düşəndə ki, ölüm son deyil, sən artıq narahat olmursan ki, mən bu uşaqlara nə qoyacam, mən bu əbəcdada nə qoyacam məndən sonra. Sanki sənin bir belə qarantiyan da var, zəmanətin də var ki, səndən sonra hamısı bu ağıllı başlı olacaqlar. Belə bu vunderkindlər nəsli gedəcək də, hamısı bunları apara biləcəklər. Bu sənin milyonunu bu 27 milyard eləyə biləcək. Sənin nə qarantiyan var axı? Bələm durmusan, bilmədiyin bir gələcəyə görə də narahat olursan. Əgər bir çoxlarımızdan soruşsaq, məsələn, oturub fikirləşsək ki, mənim ulu babam kim olub? Bəzilərimiz xatırlasa da, əksəriyyətimiz xatırlamayacaq. Lap xatırlayanlara da yenə sual versək ki, bəs onun babası kim olub? 100% xatırlamayacaq. Hətta tarixi bir şəxsiyyət olubsa da belə, həmin o tarixi şəxsiyyətin bugünkü gün prioritet sayıla biləcək nəsə bir vəziyyəti varsa, o vəziyyəti öz maraqlarında istifadə etmək olacaq. Məsələn, mənim ulu babam fərz edək, nə bilim, filan kəs idi, indi onun adına muzey var deyənə, mənə də qoydular o muzeyin, tutalım ki, müdürü, indi başladım nəsə, indi özüm üçün bir şərait qurmaq orada. Yenə də özüm üçün nəsə eləmək istəyirəm. Mənim əslində heç vecimə olmayacaq, dərinliyə gedir. O babam mənim yaxşı insan olub, pis insan olub, pis vərdişləri olub, tüfeyle həyat sürüb, yaxşı həyat sürüb, pis stradat eləyib, kədərlənib, sevib. Yəni, belə xatırlaya bilərəm. O da yenə öz egoizmim üzərindən xatırlayacağım ki, mən nə zor insanam ki, mən nə əla, gözəl insanam ki, bu cür bir babam var. Yenə də özüməm orada. Yəni, mənim dərinliyə gedəndə vecim olmayacaq o kim olub. Bu hələ məşhur idisə. Məşhur deyilsə, vəbşə heç yadıma düşməyəcəm. İndi siz fərz edin ki, məşhur olsanız, maksimal dərəcədə nəvələriniz və ya nəticələriniz sizin adınızdan sui-istifadə edə bilər, yenə də özünə görə. Sən burada dur, əziyyət çək, özünü öldür, nədir ki, bu nəvə nəticə indi, nə bilim, xoşunu görsün. O başqa, ürəyin istəyir heç saxla, amma ona görə yaşamaq, ona görə ölümə, nə bilim, fikirləşmək mənasız bir şeydir. Və yaxud da ki, indi yeməyim, yığım saxlayım, hamısı məndən sonra lazım olacaq ki, o da mənasız bir şeydir.
Ya biz başa düşməliyik ki, ruh nədir, enerji nədir və bu ölüm əslində perixoddur, rus demişkən, keçiddir. Bunu başa düşəndə biz ölümə artıq məqsəd kimi yanaşırıq. Məqsəd dedikdə nəyi nəzərdə tuturam? Artıq sən dərk edirsən həyat nədir. Sənin üçün əksinə ölüm maraqlı olur. Baxın, bu çox incə bir məqam da bu. Ölüm maraqlı olur, o demək deyil ki, gedəcək balkondan at öldür bu dəqiqə. O mənada yox. Ölüm maraqlı olmalıdır o mənada ki, sən artıq bu tapşırıqlara, bu sinifə qayıtmayasan deyərəm. Sənə artıq o dərəcədə dərk edə biləcəyin biliklər gəlir ki, bu həyatı. Sən artıq başa düşürsən ki, qarşına çıxan hər bir münasibət sənin əslində karmik tapşırıqlarındır. Sən başa düşürsən ki, məsələn, qarşına çıxan hər hansı bir uşaqdan və yaxud da ki, dəlidən və yaxud da ki, bir kimsəsizdən eşidə biləcəyin bir söz, hətta sənə bir mesaj ola bilər. Bir məsəl var, deyir, balta ilə ağacı aşıra bilərsən, ülgüc ilə özünü təraş edə bilərsən. Sən ülgüc ilə ağacı aşıra bilməyəcəksən. Balta ilə də özünü təraş edə bilməyəcəksən. Çox mənalı bir sözdür bu. Yəni ki, həyatında peyda olan bir saniyəlik belə münasibət olsa, istənilən bir münasibət, istənilən başına gələn iş, istənilən situasiya, istənilən bir mövqe, hal-hazırda sənin məşğul olduğun iş, bu dərsə, bu videoya baxmağın əslində sənin karmik tapşırıqlarındır ki, bu dəqiqə testlər keçirsən. Və sənin verəcəyin qərarlar üzərindən, sənin atacağın addımlar üzərindən sənin mələklərin çiynindəkilər yazırlar sənin əməllərini. Harda sən nə elədin? Və sən öldükdə, bu həyatı bitirdikdə həmin o kitab üzrə sənə sadalayacaqlar. Mən bunu belə yenə də deyirəm, simvolik mənada deyirəm də, sənə sadalayacaqlar. Sən filan tapşırıqların var idi. Ruhun filan işləri etmək üçün bura gəlmişdi. Filan funksiyaları öyrənmək üçün burada peyda olmuşdun. Bunları yerinə yetirə bilmədin deyənə, bunları yerinə yetirdin deyənə, sən yenidən bu proseduru yaşamalısan, bu dəfə yarımçıq qalan tapşırıqlarına əlavə də nələr etmək istəyirsənsə, üzərinə bir ədviyyatlar kimi səpə bilərsən bu proseduru, yenidən gəlirsən bu həyata. Başa düşürsünüz? Və bu yarımçıq qalan işlər səndə həmişə talant formasında, bu səhv eləmirəmsə birinci, ikinci psixoloji dərsimizdə izah eləmişdim. Bunlar sənə talant formasında verilir ki, nəyə görə talantdır? Sən bunları tez bağlaya biləsən deyə, çünki yarımçıqdır. Amma bir çoxları elə bilir ki, həyatın mənası da o talantdır. Bu mənim şəxsən öz subyektiv fikirlərimdən biridir, kəşflərimdən biridir. Yeri gəlsin, yəni bu belə kitablarda yoxdur. Bu mənim belə qərara gəldiyim düşüncələrdən biridir. Astrologiyada da bunu mən tapıram həqiqətən. Çünki sənin talantların sənin keçmiş həyatında, belə deyim, bu sənin Rahu var, Ketu var. Rahu sənin bu dəfəki gəlmək mənandır. Nəyə görə gəlmirsən? 36-37 yaşında başlayır. Ketu sənin keçmiş həyatdakı etdiklərindir. Keçmiş həyatda etdiklərin sənə həmişə artıq maraqsız olur bu həyatda və sən onları dəhşətli dərəcədə bacara bilirsən. Bu ondan xəbər verir ki, talantlar da həmişə Ketu ilə hesablanır. Bu ondan xəbər verir ki, sən artıq müəyyən qədər keçmiş həyatdan yarımçıqların var, bu buradadır, bu hissələrdədir. Yeniliklərdən onu istifadə etməlisən. Sadəcə olaraq o bacarıqlardan istifadə edib sənin üçün Rus demişkən çujoy olan enerjiləri anlamalısan, nədən gedir söhbət. Çox başınızı qarışdırmayayım orada. Yəni, ölüm qısacası son deyil. Ölüm keçiddir. Ölüm sadəcə olaraq məqsəd kimi yanaşılması gərəkən bir prosedurdur ki, həmin bu prosedura biz həyatı dərk etdikdə tamamilə başqa cür yanaşırıq. Əksinə, biz başa düşürük ki, əslində nə qədər az vaxtımız qalıbdır. Biz başa düşürük ki, əslində həyat elə sadəcə bir 35-36 yaşımıza kimi həyatı, bu sinxronizasiya deyilir buna. Bu Carl Gustav Jung'un terminidir. İlk dəfə o psixologiyaya gətirib bunu. Sinxronizasiya, həm də o astrologiyanı gətirəndir, psixologiya, mifologiyanı gətirəndir, mənim komplekslər anlayışımı gətirəndir. Bir çox, yəni ki, kollektiv şuuraltı anlayışlarını gətirəndir, həmin bu xəstəliklərin mənasını izah eləyəndir. Çox pedevralni bir insandır, ruslar demişkən. Bu insan, qısa bir məlumat verim, izah edir ki, necə biz əslində bu qısa qalan həyatımızda, həyatı dərk edəndən sonra başa düşürük ki, nə qədər azdır bizim vaxtımız. Və o vaxtın azlığı bizi artıq bir növ
yetkinləşməyimizə gətirib çıxardır. Artıq saçımızın ağarmağına gətirib çıxardır. Buna qədər biz tez başa düşsək, bir o qədər qabaq düşdük, belə deyim sizə. Bir o qədər qabaq düşdük. Çünki biz başlayırıq artıq öz məqsədlərimizin arxasınca getməyə ki, əslində sənin o məqsədlərin sənin içindən gəlir. Ben yenə deyirəm, həyatı başa düşmək üçün, həyatı xoşbəxt yaşamaq üçün, öz missiyanı yerinə yetirmək üçün ehtiyac yoxdur sənin astrologiyanı oxumağa, ehtiyac yoxdur sənin psixologiyanı oxumağa və s. və s. Bunlar sadəcə o xəritələrdir sən oxusan əgər əlindən əmələ gəlir. Bir dənə yaradan ilahi qüvvə sənə silah verib zaten. Sən bundan istifadə etməklə uğura çata bilirsən, öz missiyanı yerinə yetirə bilirsən. Bu sənin intuisiyandır. Sənin ürəyin istədiyinin arxasıca gedə bilmək qabiliyyətindir. Əgər ki, sən bunu bacarırsansa, dəxli yoxdur, ətraf sənə inanır, inanmır. İnanmırsa da əksinə bu sənin üçün stimul olmalıdır, bu sənin üçün bir mesaj olmalıdır ki, getmək lazımdır. Dəxli yoxdur, ətraf sənə inanır, inanmır. Sən ürəyin istədiyinin arxasıca gedirsənsə, sən düz yoldasan. Dəxli yoxdur, sən orada uğurlu olacaqsan, uğursuz olacaqsan. Yenə dedim, uğursuz olmaq nədir? Yıxılıb qalxmaq və yaxud yarım zacaq elədiyi onu. Sən ürəyin istədiyinin arxasıca getməlisən. O raketi göyə buraxan oğlan kimi. Ölüm belə. Daha sonra növbəti qorxu, biraz dərsimiz uzanır. Suallara hamısına cavab verəcəm. Yəqin ki, darıxmırsınız. Tamam. Mənim biraz vaxtım var. Danışmaqda da ki, gör sənətkaram, ürəkdən gəlirsən. Gedək. Deməli, bizim növbəti qorxumuz artıq 2 dənə qorxumuz qalıb. Bunlar əsas axırıncıdır. Sadəcə bunları, yəni bu qorxular, yenə də deyirəm, hər dərsimizdə özünüz də görürsünüz. Bu elə bir zəncirdir ki, bu ümumiyyətlə ruhaniyyat elə bir zəncirdir ki, bunu öyrəndikcə doymursan bundan. Bu səni bir növ ona görə bu Məcnun edir, Dəli Məcnun edir. Hətta o Dəli Məcnun əsərini indi kimlər axırına gəlib çıxırsa, axırda o gedir, Leylini də unudur, ilahiyə vurulur. Yaradan axırda Leyli gəlir onun qarşısına, tanımır o Leylini. Və əsl eşqi tapır, yəni ki, o əsərdə o yaradanı gedir, sevməyə başlayır. Həmin səni bu dəlilik yoluna salandır, həmin bu Nəsimilik yoluna salandır, həmin bu Ömər Xəyyamlıq yoluna salandır. Şərq və qərb fəlsəfəsinin bir-birindən 2 əsas fərqi var. Mən vurğunam şərq fəlsəfəsinə, qərbi də daha dərindən öyrənirəm. Qərb odur ki, məsələn, sən filosof olmaq istəyirsənsə, sən 152 dənə bu kitab var, 152-sini də oxumalısan. Ki, sənə biz filosof deyək. Belə mən qısa yolla izah edirəm də sizə. Şərq fəlsəfəsi odur ki, sənə kitab oxumağa zada ehtiyac görmür. Sənə deyir, ehtiyac yoxdur kitab oxumağa. Fərq məsələn, qərbi götürsək kimdir? Sigmund Freuddir, Bernard Shaw'dur. Şərqi götürsək kimdir? Həm bu bayaq sadaladıqlarımdır. Konfutsiyadan çıxmış, Buddadan çıxmış. Yəni, bunlara kitab oxumayıblar. Bunlar həqiqət axtarışında olublar. Həqiqət sözünün özü yaradan deməkdir, Allah deməkdir. Həqiqəti görmək, çox qısa deyəcəm, beyninizə yazın. Ola bilər ki, birinci dəfədən belə çatmasın, çünki mənə də çətin olur ilk dəfələrdə o anlamaq. Ağacın yarpağın titrəməsinə baxanda tuta bilirsən həqiqət nədir, ya suyun axmağına baxanda. Sadəcə o, sən orada maneə törədən bir digər məqam olmamalıdır, amil olmamalıdır. Təbiətdə bunu tuta bilirsən. Göyə baxanda, səmaya baxanda, o efir deyilən anlayış var, o başa düşsən ki, necə böyük bir sistemin, necə sırda bir hüceyrəsisənsə, və bunu hiss eləmək, həqiqəti duymaq deməkdir, yaradanı duymaq deməkdir. Qərb fəlsəfəsi bu xırdaların bir-birinin həyatını öyrənir. Mən demirəm pisdir, yaxşıdır bunlar. Bunlar bir növ gecə ilə gündüz kimi bir şeylər. Biri ruhaniyyata bağlı bir şeydir. Biri insan davranışlarına bağlı bir şeydir. Sadəcə olaraq bilmək lazım ki, ruhaniyyatda nə baş verirsə, o insan davranışlarında öz formalarını tapır. Əksinə, şərq fəlsəfəsi daha dərindir, daha rənglidir, daha dadlıdır, belə deyim. Qərb fəlsəfəsi daha solğundur, daha rasionaldır, daha o informasiyaların içində belə deyim də, yükləməkdir özünü. Bu yəndə də bunların simbiyoz edəndə bir-biri ilə başa düşürsən ki, burada olmayan, qərbdə olmayan o qaranlıq məqamların cavabı nədir, haradadır, şərqdə var hamısı. Uzun sözlə, mən niyə bunu danışdım? Yaşlanmağa görə, yaşlanmaq qorxusuna görə. Qərbi götürsək, yaşlanmaq qorxusu
Qərblə götürsək, indi mən fəlsəfədən çıxıram, mədəniyyətə keçirəm. Qərbi götürsək, yaşlanmaq qorxusu odur ki, sən qocaldın, əlini qolunu yaxşı tərpədə bilmirsən, təbii ehtiyaclarını ödəyə bilmirsən, bəzi hallarda, nə bilim, sənin qoluna kəmsə girsin aparmalıdır. Sən artıq bir növ yük sayırsan özünü kimlərəsə, sən artıq qaça bilmirsən, pilləkən qalxa bilmirsən, sən ürəyin istəyən kimi yeyə bilmirsən, dişlərin zəifləyir və sair və ilaxır. Bunu saysan bitməyəcək də. İnsan elə bir məxluqdur ki, ürək istəyəndə bir bəhanəni tapır. Fərqi götürsək, bu sənin artıq qızıl təcrübəndir. Bu sənin artıq müdrikliyindir, hansı ki, cavanlığında sənə açılmır, yalnız və yalnız qoca yaşlarında bunu aça bilərsən, çünki o təcrübə səndə olmalıdır ki, hər bir məsləhət verəsən. Bu sənin mental bacarıqlarındır, daha üstün səviyyə meditasiyalarındır, uzaq görənliyindir, bu sənin idarə edicilik qüvvəndir və sair və ilaxır. Görürsün nə qədər. Biri yapışır fiziki cəhətdən, digəri yapışır ruhaniyyatdan. Sırf bu insanların həyatında da söhbətimizin əvvəlində qeyd etdiyim kimi elə bir illüziya formalaşır ki, bu bağça, ev, iş, nə bilim, qohum, pensiya. Bunlar bütün dünyanı götürsək, daha çox yönəlirlər həmin bu fiziki aspektlər üzərinə yaranacaq maneələrə, bu yaşlanma qorxusunda. Ona görə həmin bu yaşlılıq vaxtı mənə baxan olmayacaq deyənə, normal pensiyan olsun deyənə, məsəl üçün, bu səbəblərdən biri, özlərini həlak edirlər. Özlərini həlak edə bir min cür işlə. Harada ki, bu günün 10 saatını işləyir, məhv eləyir özünü. 10 il, 15 il aydın məsələdir ki, bu perioddan sonra o bir xəstəlik tapacaq. Aydın məsələdir ki, bu perioda görə nəsə bir pensiya artıq alacaq. Bu sadəcə bir primerlərdən biridir, nümunələrdən biridir. Aydın məsələdir ki də o pensiyanı da alanda deyəcək ki, görürsən nə yaxşı ki, mən işlədim, indi bugün gün o pensiyanı alıram, yoxsa mən kim baxacaqdı deyir. Başa düşürsən, yəni özünü necə təliyə salmaqdır bu əslində. Həmin bu məqamda insanlara ikinci ən əsas qorxu, ən axırıncı qorxuya gəlir. Bu yaşlanmaq qısa bir qorxuydu. Hansı ki, bizi cavanlığımızda əlimizdən alır risk etməkləri. Görürsən nə qədər qorxular var. Bu ölüm olsun, sevgisizlik olsun, kritika qorxusu olsun, yaşlanmaq qorxusu olsun. Bunlar kompleks şəkildə hamısı gəlir, birləşir kasıblıq qorxusunda. Kasıblıq qorxusu varlılıqla, zənginliklə, kasıblıq arasında müəyyənləmək lazımdır. Heç vaxt kompromis ola bilməz. Heç vaxt. Bunlar bir-birinə zidd istiqamətlərdir. Bir-birinə zidd istiqamətlərdir. Necə ki, xəstəliklər qorxusu var deyənə bizdə. O informasiya özümüzü açırıq. Xəstəlik gəlir bizə. Nəyə görə həkimə gəlmir o xəstəlik? Yəni ki, o, yenə deyirəm, o dəmir barmaqlar arxasında o oğlanla danışanda mənim həkim mənə çağırıb deyirdi, o infeksion xəstədir. Bugünkü mən fikirləşirəm, yaxşı, o xəstədir, onda həkim var, o da bütün onunla münasibətdir. O həkim niyə xəstələnmir bəs? Çünki o bağlıdır, o dərəcədə uverinlidir, özünə güvənir ki, bu xəstələnmə. Bu həkimlərdə dəmirləşən bir düşüncədir. Ya da ki, o pnevmoniya dövrünü götür. Hamı pnevmoniya tutuldu. Yaxşı, nə görə bu xəstəxanalarda işləyənlər pnevmoniya tutulurdu? Pandemiya dövründə. Və başqa çox maraqlı məqam. Çünki o enerjini bağlayırsan. Nə qədər ki, bu enerjiləri biz idarə etmirik, hamısı bunlar gəlir formalaşdırır bizdə kasıblıq qorxusunu. Bu kasıblıq qorxusu birinci növbədə bizdə ən geri, belə deyim, bizi ən geri sala bilən parametrlərdən biri arzularımızın arxasıca getməməkdir. Görürsünüz necə incə bir məqamdır. Mən istəmirəm. Götürək tutaq ki, yaşlanmaq qorxusunu. Nədir, mən gələcəkdə əlim qolum tutmayacaq. Sən bilmirsən, hardan bilirsən elə olur? Bəlkə Arnold Schwarzenegger kimi sən də dəhşət sağlam bir yaşlı olacaqsan. Niyə axı indidən öz beyninə yedizdirirsən ki, sən gələcəkdə belə də pis vəziyyətdə olacaqsan. Aydın məsələ ki, sən indidən elə beyninə yedizdirsən, sən axı buna yatırım edirsən, sən buna inanırsan axı, sən qəbul edirsən axı sən gələcəkdə belə olacaqsan. 100 yox, milyon faiz sən elə olacaqsan. Yəni 100, çünki sən bunu qəbul edirsən. Sən bunu qəbul eləməsən, sən belə olmayacaqsan. Həyatda hər şey nədir? Hər şey bizim seçimimizdir. Mən uğurlu olmam da, uğursuz olmam da mənim seçimimdir. Vəssalam. Bu dərsə baxmaq istəməyim mənim seçimimdir. Bu dəqiqə burada qulaq asmaq istəməyiniz bu sözlərə sizin seçiminizdir. Vəssalam.
Nə qədər ki, mən tutalım ki, ölüm qorxusuyla yaşasam ki, nəsə özümdən sonra nəsə qoymalıyam, bu gün sabah birdən öləcəm, nəsə indi çox işləməliyəm. Bu bir, yaşlanmaq. İki, formalaşdırır mənə arzularımı danışıb getmək. Arzum mənim bu dəqiqə nə bilim fərz edək gitara çalıb atıram da özümdən deyirəm. İnternetdə paylaşmaqdır. Həmin bunu eləmirəm, amma bu gün gedib mən filan işdə işləyirəm ki, sağ pensiya alım və yaxud da ki, nə bilim nəsə qoyum. Yəni adam tanıyıram, uşağın qızının 5 yaşı var, cehiz yığır. Ya bu əvvəllər vəbşə modna bir şeydir bizdə. Baxırsan ki, bu iPhone ildə 2 dəfə çıxır az qala. Sən bu 10 ildən sonra bu aldığın nə biləm, 15 ildən sonra da nə dəyər olacaq ki, sən bugünkü aldığın bu əşyanın, bu gülməli bir şey olacaq 15 ildən sonra. Bunu yığmağın mənası yoxdur heç bu ildə. Yəni belə bir düşüncədə olan hətta insanlar var. Həmin bu məqamları da sadalamayın bunun əvvəlki saydığım qorxuları. Bizim istər bu sevgisizlik qorxusu olsun, bizim arzularımızın arxasınca getməməyə gətirib çıxardır. Arzularımızın arxasınca getməməkdə nədir? İstər kritik olsun, fərqi yoxdur. Bizim hünərimizi birbaşa yenə öldürür. Bizim fərqlənməyimizi öldürür. Bizim seçim etmiş ola biləcək bir vəziyyətə gəlməyimizi öldürür. İdarə oluna biləcək vəziyyətə gəlməyimizi gətirib çıxardır. Yəni ki, idarə olunmaq deyəndə o demək deyil də, yəni bütün biznesçilər ağıllı adamlardır, o biznesdə işləyənlər ağılsızlardır. Yox. Yəni əgər bu terminlə götürsək, başa düşürsünüz nə demək istəyirəm də. Elə bir işlər var ki, orada işləmək həqiqətən də çətindir. Elə bir biznes var. Məsələn, Tesla şirkətində işləmək kayfdır. Belə ruslar demiş, həzdir. Kim istəməz orada işləmək? Və yaxud da ki, Facebook şirkətində, və yaxud da Google şirkətində ofisləri görmüsünüz də, keçən dəfə göstərdik. Və adi bir proqramist burada da o maaş alır, orada da o maaş alır. Amma ki, tutam ki, iş şəraiti fərqi var. O demək deyil ki, sən Google-da işləyirsənsə 150 min dollar çox maaş alacaqsan. Yox. Mən sizə bir məqam açım. Orada da eyni maaş alırsan. Sadəcə olaraq orada sənin ürəyin istəyir, gedirsən baseyndə çimirsən, gəlirsən 10 dəqiqə işləyirsən, ya nə bilim o sürüşkənlərdən fırlanaraq gəlirsən ofisə, ya nə bilim döşələrin içində uzanmısan işləyirsən. Bu bir tərəfdə baxırsan ki, quru bir dənə belə kvadratın içinə salırsan, telefon veriblər, orada da işləyirsən, eyni maaşı alırsan. Əlbəttə ki, sən Google seçəcəksən. Yəni baxır da o nəyə gətirirəm söhbəti, o demək deyil ki, hər biznes yiyəsi də yaratdığı şəraitdə o deməkdir ki, orada işləyənlər öz həyatlarına həzz almır. Yox. Elə bir iş seçmək lazımdır ki, elə bir mövqeyə gətirmək lazımdır ki, özünü həyatdan həqiqətən həzz alasan. Bu həzzi almaq sənin arzularınla çox əlaqəlidir. Çünki istənilən bir insanı götürək, bu insan üçün həyatda ən dəyərli nə ola bilər? Onun məqsədləri, onun arzusu, istər qadın olsun bu, istər kişi olsun, istər uşaq olsun bu. Uşağın məqsədi var. Nə istəyir? Oyuncaq tapanca istəyir bu həftə sonu. Götürür, oturub bağçaya, məktəbə gedir, gözləyirsən bu həftə sonu aparacaqsan onu, nə bilim, harasa oyuncaq tapanca almağa. Sənin məqsədin var, pul qazanmaq. O pul qazanmalısan ki, onu oyuncaq tapanca alasan, amma sənin məqsədin onu oyuncaq tapanca almaq deyil, pul qazanmaqdır. Başa düşürsünüz? Yəni necə? Hər kəsin məqsədi var. O məqsədlərə çatanda sən, o arzularına çatanda sən xoşbəxt insan olursan. Və sən əgər başa düşməlisən ki, kontrol edə biləcəyin bir şey varsa həyatda, biz bayaq necə dedim, o kimsə kontrol etmək, dəyişmək falan filan. Biz nə qədər ki, ətrafı dəyişmək istədik, bu gətirib səni dünyanı dəyişməyinə cəhd etməyə çıxaracaq ki, bu da ondan xəbər verir ki, sən elan edirsən də, ey yaradan, sənin ağlın buna çatmadı, mənim ağlım buna çatır, mən bunu dəyişmək istəyirəm. Bunun hədiyyəsi ancaq bir dənə qapaz ola bilər həyatda. Vəssalam. Sənin bu həyatda kontrol edə biləcəyin, sənin bu həyatda idarə edə biləcəyin yalnız və yalnız bir şey var, o da sənin düşüncəndir. Kontrol edə bilərsən nəyi? Sən özünü, öz düşüncəni, sənə gələnləri, sən bağlaya bilərsən negativləri, aça bilərsən yalnız qapıları pozitivlərə, sən qəbul edə bilərsən indiki xoşbəxtliyini, sən yalnız və yalnız düşüncəni idarə edə bilərsən deyənə, yalnız və yalnız düşüncəni də idarə edərək indi də zəngin ola bilərsən deyənə, hətta yalnız buna görə də gələcəkdə sənin ətrafından monetar bunun ekvivalent təminə gələcək. Vəssalam, başqa yol yoxdur, bunu başa düşmək lazımdır. Bu ki, özümüzü də idarə edə bilməyi bacardıq, başlayır xoşbəxtliyin artıq işıqları yanmağa. Başlayırıq bu arzularımızın arxasıca getməyə. İnsanlar o qədər axmaqdır ki, bugünkü gündə. Yəni, bu söz mən belə altını çizaraq deyirəm. İnsanlar razılar gedib 400-500 manat işdə işləməyə 20 il, 25 il. İnsanlar amma razı deyirlər oturub 1 il öz bizneslərini qurmağa.
başa düşürsünüz ya, bu insan belə mən hərdən baxıram, qəribə gəlir də mənə. Kimsə tutaq ki, yazıb bizə e-maila, çox olur belə yazanlar. Filan işdə işləyirəm, artıq bu 9-5 rejimini bitirmək istəyirəm. Mənə necə kömək ola bilərsiniz? Amma ki, bu işimdən ayrılmaq istəmirəm. Tamam, ayrılma, tamam. Bu dəqiqə ayrılma da, biz izah edirik də bu dərslərimizi zaten. Mən bu hər gün deyirəm. Sənin gün ərzində zaten 2-3 saat vaxtın var da, birinci bununla yatırıma başla. Yox da, mən istəyirəm bu dəqiqə bundan çıxım, bu dəqiqə də burada pul qazanım. Belə bir şey də olmur da. Sən bu quyuya özünü salmısan, bu quyuya salmısansa da bu quyudan çıxmaq məqamı var da. Sənə bu nərdivanı kimsə verir. Bunu dırmaşmaq da sən eləməlisən. Mən düşüb sənin yerə dırmaşa bilmərəm axı oradan. Sən bunu bu arxanı qaldırmalısan da ora. Belə bir şey yoxdur. Və buna gedə bilərsən 1 ay, buna gedə bilərsən 1 ilin. Amma ki, o uğuru qazanandan sonra, o nəticəni əldə eləyəndən sonra, dünənə kimi o valideyn sənə inanmırdı məsələn, nə bilim, qorqoğum inanmırdı. Gətirib valideynin qabağına 2 nəfəri Türkiyəyə putyovka qoyandan sonra deyirlər ki, sən Einsteinsən. Amma həmin dəqiqə səni stimul verməlidir onların inanmamağı və yaxud da ətrafının və yaxud da ki, işinin səni sıxmağı. O iş səni sıxırsa, o demək deyil ki, sən pisdir vəziyyətin. O deməkdir ki, ruhun sənə xəbər verir. Şuuraltın sənin ətrafında situasiyalar formalaşdırır ki, sən başa düş, sənə mesaj verirlər. Bura sənin yerin deyil. Buradan tərpənməlisən. Kimin üçünsə o yer yaxşı ola bilər. Bu başqa bir məsələ. Kimin üçünsə o yer əla bir yerdir. Amma sənin yerin deyil bura. Buradan tərpənməlisən. O tərpənmək arzusu əmələ gəlirsə, onda sənin həyatında şərait yaranacaq. Kimsə kursunu görəcəksən, kimsə təklifini görəcəksən, radiodansa söz eşidəcəksən, hansı avtomobildə bir nömrə görəcəksən, nəsə yadına düşəcək. Nə bilim, hardasa bir imkan çıxacaq, kimsə nəsə təklif eləyəcək, artıq onun arxasınca getməlisən. Oturub o məqam demək ki, yox, mən bu işdən ayrıla bilmərəm, ya nə bilim, gündəlik 5 saatı mən buna xərcləsəm, səhər o işə durub gedə bilmərəm. İki gözüm aydın. Həyat sənin, seçim sənin. O artıq biz bir şey eləyə bilmərik. Artıq o sənin işindir. Sənə kimsə də göstərirsə xəritəni, çıxış yolu hardadır bu labirintdən? Vəssalam, o hərəkət etmək lazımdır. Yəni, başqa variant yoxdur orada. Bu insanların, belə deyək də, yenə deyirəm, konkret olaraq kimsə qınamırıq, konkret olaraq kimsə tənqid etmirik, sadəcə o insanın özünü necə saldığı o tələdən danışırıq. Bunların hamısının içindən mən özüm keçmişəm. Ya mən demirəm ki, mən belə Anadolucum göydən düşdüm, belə ağıllı, dəhşət, beyin bu boyda. Yox, bunların hamısının içindən mən özüm keçmişəm. O qədər dəfələrlə ucuzluğum oldu, illərlə ucuzluğum oldu. Məqam olubdur, mən vallahi deyirəm, aldığım nəfəsə and olsun, 37-38 gün kompüter arxasında durmamışam mən. Yoldaşım mənə gəlib deyib ki, bala, səndən sən bir dənə hamama get də. Üzr istəyirəm ifadəmə görə. Yəni, get bir duş al. O dərəcədə, yəni ki, valnalar olubdu məndə də. Baxmışam ki, yox, hər şey gedir, ailə də gedir, o da yaddan çıxır, bu da bir şeydir. Başa düşmüşəm, səhv bir yerə mən yönləndirirəm şey, bu deyil. Əksinə digər tərəflər dəyərdən düşür, onlardan enerji gəlmirsə, bu zibil olacaq. Yəni, fərqi yoxdur sən situasiyada. Sən hər şeyi o balansda saxlamalısan, öz xoşbəxtliyin də bunun üst təbəqəsində. Və həmin bu risk almaqlara gətirib çıxardır. Ən sonla bunu qeyd edeyim ki, arzularımızın arxasına gedmək risk almaqdır. Və çox insanda riskdən qorxur. O riskdən qorxan və yaxud dostlarımız da varsa belə kursda iştirak edən, videoda baxacaqlar. Onlara da deyirəm, ruhun bu bədəni seçməyi, bu həyata gəlmək artıq riskdir. Sən düşünürsən ki, mən falan işin dalınca getməyim riskdir. İndi anla, o işin dalınca getməməyin bir riskdir. Və yaxud da ki, düşünürsən ki, falan xanımdan xoşum gəlir, onunla münasibət qurmaq istəyirəm. Amma ona bu dəqiqə yaxınlaşmağım riskdir. Ətraf baxır, biabır ola bilərəm. Mənə sərt cavab qaytara bilər. İndi sən düşün, sən ona yaxınlaşmasan, sən nələr itirəcəksən, necə bir riskdir. Ya da düşün, falan bir kursu almaq istəyirəm, ya nə bilim, falan bir biliyi almaq istəyirəm. Mənim qiyməti tutaq ki, en qədərdir. Mən qətiyyən reklam zad eləmək istəmirəm, burada nəsə kursunuz. Zaten bu dəqiqə qoşulmuşsunuz. Yəni ki, burada kiməsə satış eləmək olmur. O uca almışsınız. O almayanlardan gedir söhbət ki, nə ki, məsələn, görür paylaşımı, onlar indi fikirləşir. Mən almaq istəyirəm bu kursu. Bu riskdə, lütfə almayayım, ya bu qədər pul verməyim. Amma o pulu versə,
mənim nə qədər təcrübəmi əldə edəcək, o xəritəni əldə edir. Eyni ilə də mən də hər ay kurs alıram, hər ay. Vallahi deyirəm, hər ay mən özüm kurslar alıram. Yəni, mən də o biliyi nəyə görə almalıyam? Çünki vaxt uduram, imkan var, bu risk etməlisən. Risk ya vaxtla olacaq, vaxtını yatıracaqsın ona, ya pul ilə olacaq. Sən vaxtını da yatırıb pul qazananda, sabahsı o pul xərcləyəcəksən yalnız vaxt almağa, işçi tutmağa ki, yenə sən işi böyüdəsən, vəssalam. Belədir ki, var. Bu əsas qorxular idi. Bu əsas, bizə deyim, bizim hər psixoloji dərsimizdə mən danışıram, necə incəliklər bizim pullarımızı artıra bilər. Bu top belə kütləvi şəkildə insanların qorxduğu məqamlar idi ki, hansı ki, əlaqəlidir bizim pullarımızla, bizim gəlirlərimizlə, bizim inkişafımıza. Ümid edirəm, hamınıza maraqlı oldu. Zəhmət olmasa fikirlərinizi bölüşərdiniz, yazardınız, nə dərəcədə həzz aldınız bu dərsdən. Ənənəvi olaraq bu sualı verin. Maraqlıdır mənə də. 1 saat 32 dəqiqədir, sənəd yanmır. O arada kəsindi, vəbşi öz yerinə düşdü. Bugün ayın neçəsidir? Bugün hər gün səhər e-mail göndərirəm, hər gün də soruşuram bugün ayın neçəsidir. On may onlayn dərsimizdə iştirak edənlərin fikirlərini oxuyaq. Oradan başlayaq. Çox maraqlıdır, çox maraqlı, təşəkkür, əla dərs oldu. Çox maraqlı idi, o qədər maraqlı danışırsınız ki, təşəkkürlər. Çox super, əla adamın tükləri biz olur, çox gözəl idi. Beynimin pası açıldı, psixologiyanı sevirəm, çox incə məqamlar idi, minnətdarım. Təşəkkürlər, hər dərs yeni bir şey öyrənəcəm deyə o qədər həyəcanla gəlirəm ki, bura minnətdaram sizə. Təşəkkürlər, dinləyərkən ruhum dincəldi, çox gözəl dərs idi, əla. Dediklərinizin də hamısını edirəm, həqiqətən çox faydalı olur. Deməli, çox gözəl, həqiqətən çox sağ olun, var olun. Sizlər, minnətdaram sizə, minnətdaram, həqiqətən fayda verə bilirəmsə, dikkat demişkən, nə mutlu bana. İndi sualları qeyd edin. Sual veriləndə sən kimsən, nə cavab vermiyorlar? O, mən həmişə deyəm, yaradıcı insan. Mənə belə baxırlar, qoymuşdum belə. Necə yaradıcı insan? İzah eləmirəm də, yaradıcı insanlar başqa, sizin sualınız, növbəti. YouTube 1K abunə barajını keçdim müəllim. Allah, super, super. E-maila yazın, dəstək olaq sizə, bağlayaq artıq AdSense-i. Kimlər ki, yenə də deyirəm, yaxınlaşır, 1K hətta keçib, yaxınlaşır, 4000 saata yaxınlaşır, müraciət etsinlər, onlara dəstək göstəririk. Deməli, həmin o dərslər sizə hansı e-maildən gəlir? O e-maila yazın, sizə dəstək göstərəcəyik. Deməli, öz üstündə işləyən insan. Ən qəşəngi yaradıcı insan demək, yaradıcılıqla, vəssalam. Çünki həqiqətən yaradıcılıqla məşğulsunuz. İstər uşaq yaradın, istər layihə yaradın, istər nə bilim, işinizi yaradın, istər biznes yaradın, istər YouTube kanalı, siz yenə də yaradıcılıqla məşğulsunuz. Çünki yaradanın bir zərrəsisiniz, həyata da gəlmək səbəbiniz yaranmaqdır ki də, yaratmaq olacaqdır. Yaradıcılıqdır. Deməli, ödənişli ruhi dərs keçsəz, ödənişli, bəli, mümkündür. Amma ancaq short paylaşımsa onda İzzət bəy, short baxmaq lazım, nə short paylaşımdır. Bəlkə heç ona pul qazanmağa icazə verməyəcəklər. Bir, ikincisi, orada qəpik quruşlu qazanclar. Üçüncüsü, 10 milyon baxış olmalıdır ümumilikdə shortlarınıza. 1000 izləyiciden var. Deməli,
Çox sağ olun, minnətdaram. Buyurun. Dostlar, kimlərin sualı varsa qeyd etsin. Sualınız yoxdursa yekunlaşdıraq. Bir də gözləyə görək. Yuxarıda baxın, var idi suallar deyəsən. Deməli, məncə psixologiya WhatsApp qrupu açsaq yaxşı olardı. Bəlkə Telegram açdım psixologiyaya uyğun. Var əslində, bəlkə onu xoda saldıq. Görüm də. Deməli, mən kimə sualına cavab verdik. Deməli, mən inanmıram, insan öldü, hər şey bitdi. Bir şey deyə bilmərik. Şəkil dəyişir. Bəs insan öləndən onun enerjisi hara gedir? Onu artıq öləndən sonra biləcəyik. Onu artıq öləndən sonra biləcəyik. Biz, belə deyim də sizə, mənim ayağım var. Bu ayaq öz-özlüyündə bir orqandır. Bu ayağın funksiyası var. Gəzmək, addımlamaq, oturmağıma kömək olmaq, sürətlə qaça bilmək. Bu ayaq başa düşə bilməz ki, bunu idarə edən beyin nədir? Çünki o ayaqdır. Eynilə də biz başa düşə bilmərik ki, bizi idarə edən, bizi o öz mənzərəsində bulunduran ilahiyyat nədir? Amma biz üzərimizə düşən funksiyanı bilirik ki, biz filan orqanı, filan ayaq, əli, filan funksiyamız var, filan missiyamız var. Başa düşürsünüz? Yəni, bizim o missiyamız nədirsə, onu hiss edib yerinə yetirməyimiz kifayətdir. Və sonunda buna görə, yerinə yetirdiyimizə görə hədiyyəmiz olacaq. Necə ki, belə deyim, o futbolistin ayaqlarına baxımı var, masajı var vaxt-vaxtına, çəkdiyi mazilər var, məşqləri var, dincəlməkləri var, ayağı sındısa gedib ən bahalı xəstəxanalarda 100 minlərlə dollara müalicə elətdirməyi var onu. Eynilə də biz missiyamızı yerinə yetirsək, bizim hədiyyəmiz var. Daha üstün səviyyə həyatlara keçirmək kimi. Sadəcə olaraq biz oturub fikirləşməməliyik də, biz bu dəqiqə funksiyamızı yerinə yetirəndən sonra nə olacaq? Biz başa düşürük ki, artıq bilirik ki, pis olmayacaq. Və biz şuuraltı olaraq da başa düşürük ki, yerinə yetirməsək pis olacaq. Səbəbdən dolayı oturub o şeyə vaxt xərcləmək lazımdır. Ölümdən sonra nə olacaq? Mən deyə bilmərəm ölümdən sonra nə olacaq, amma mən bilirəm ki, ölüm son deyil. Ölüm sadəcə keçiddir. Bunu artıq bu çox uzundur bunun cavabı, necə bilə bilərsiniz? Bu çox bağlı astrologiya. Bunu bir il yarım oxusanız başa düşəcəksiniz planetar enerjilərdən ki, bu son deyil. Bu sadəcə olaraq indiki bir qusokdur, hissədir. Deməli, pandemiya dövründə heç vaxt qorxub özümü qorumadım, məni tutmadı xəstəlik, qoruyanların hamısı tutdum. Elədir ki, var. Mən də xəstələnməmişəm pandemiyada, təsəvvür edirsiniz. Görürsən, siz tək döyürsünüz. Deməli, çox doğru, hər şey səbirlə əzm olur. Biz isə nə edirik? 2 günə alınmayanda həvəsdən düşürük. Bəli, olmaz. 2 gün olmaz. İndi bu YouTube kursu bitsin, 2-ci sezon başlayır. O 2-ci sezonda mən hal-hazırda, indi məsələn, bir neçə YouTube kanalı açmışam, bu kurs gedən ərəfədə. O göstərdiyim metodla, sizə öyrətdiyim metodla onları qaldırırıq. Və paralel bir kanalda var, onu da harada ki biz ödənişli tutaq ki, pullar veririk, ödənişlər edirik. Heç orada video özümüz də hazırlamırıq, elə bir kanal açmışam. İkinci dalğa kursda həmin o kanallar üzərindən artıq, real kanallar üzərindən göstərəcəm ki, bu belə-belə eləmək lazımdır. Orada görəcəksiniz əzm nədir, səbir nədir və o cəmi cümlətanı 2-3 aydan ibarətdir. Necəsi rezultatlara gətirir. 2 gün, yəni 2 gün azda düz deyirsiniz. Amma 2-3 ayda azdır, amma bir çoxları üçün bu bir əsr kimi uzun gəlir. Balansı qorumaq lazım. Bəli. Sonra təşəkkürlər getdi. Baxaq, indi son suallardan nə yazanlar var.
Şirşə bəy, səsli kitabla bağlı videonuza baxdım. O barədə bir qədər izah. Bu biznes dərsində, bu dərsdə bizneslərdən söhbət edirəm. Biznes dərsində o gələn dərs verəcəksiniz, danışarıq. Və orada necə göstərmişsə elə də eləyin. Vəssalam. 2500 abunəçim var. Saat sayı 21.000 saatdır. AdSense bilmirəm düz qoşmuşam ya yox. O yazın e-maila baxsınlar. Çox sağ olun, əlalar. Telegram yaxşıdır. Aha, deməli müəllim. Telegram belədirsə, Telegram açaram yaxın günlərdə. Mənim hədəfim türk kütləsidir. Instagramda böyük kütləm var. Onlar necə? Bunlar hamısı biznes dərsində zəhmət olmasa. Ölüm bir son deyil məncə. Bəli, önərə biləcəyiniz kitab var astrologiya ilə bağlı. Keçən dərslərimizdə var. İndi siz yeni qoşulmusunuzsa, gələcəksə orada göstərin kitablar. Göstərimləri oxuya bilərsiniz. Bu dəfə də onları göstərim, çünki kifayət qədər çox orada kitab göstərirəm. Çox deyəndə ki, əsas Sergey Vronskini göstərirəm, Konstantin Daraganı göstərirəm. Onlar isə kifayət yeri başlamaq üçün çox belə yox, belə. Mən 3 həftə dərslərin yükləmə linki gəlmir. Ola bilməz. Necə olur ki, bəs bu dərs gəlir, onlar gəlmir. Həmin o belə, ola bilər spam papkasına düşür sizdə. Yəni, bu e-mail sizə gəlibsə, dərslər 100%, çünki eyni e-maila göndərilir. Sıfırdan YouTube biznesinə başlayarkən ilk öncə bu gələn dərs, artıq YouTube dərsinə danışılacaq. Nə varsa tərəfənizlə görüş keçirməyi düşünürsünüz. Yəqin ki, olacaq. Yəqin ki, olacaq. Yəqin ki, eləyərik 2 aya. 3 aya, amma böyük auditoriya istəyirəm. Görüş deyəndə ki, o görüşdə də belə yalandan salam verək ki, yox da, istəyirik bir yer götürək, orada bir qəşəng aksal olsun ki, elə o görüşün özündə bir mini təlim edək ki, nəsə öyrənə biləsiniz orada, hansılar ki, kömək eləyəcək sizə işlərinizdə, bizneslərinizdə, qazanclarınızda. Dostlar, çox sağ olun, minnətdaram sizə. Bu dərsin təkrarı növbəti 24-48 saat ərzində göndəriləcəksə, həmin o e-maildə keçmiş dərslərin də linkləri olacaq. Özünüzə yaxşı baxın. Görüşənədək uğurlar, bol şans. Sağ olun, sağ olun, sağ olun.